Aprel döyüşlərindən 2 il ötür. Silahlı qüvvələrimizin həyata keçirdiyi əksəmli əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttində... Afərin sən oğlum. Hər addımını götür qoy eləməlisən. Şahmatda da, həyatda da. Ata, bəs sən şahmatı niyə bu qədər çox sevirsən? Çünki şahmat da həyat kimidir. Hədəfin olmalıdır və ona uyğun addımlar atmalısan. Əsas məsələ düzgün vaxtda düzgün addım atmaqdır. Bax, məsələn belə, şah. Davud, bəs sən öz hədəfini seçmisən? Hələ yox. Amma kompüterlərdən çox xoşum gəlir. Hə, hiss eləmişəm. Mən də çox istəyərdim ki, sən kompüter sahəsində təhsil alasan. Yenə də seçim sənindir. Yaxşı, onda razılaşdıq. Ata, bəs sənin hədəfin nədir? Düşmənlərimizi mat eləmək. Bir oyunda oynayaq. Yemək hazırdır, gəlin. Sonra yenə oynayarıq. Gedək. Ananı çox gözlətməyək. Ata, sabah qayıdırsan? Hə, Davud. Əskərlərim məni gözləyir. Hər zaman vətənin keşiyində durmaq lazımdır. Qürurluyuq. Çünki generalımız Polad Həşimovun hədəfi və arzusu həyata keçdi. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Ruf Akademik Treningin birgə təqdim etdiyi Talant proqramı təqaüdçüsü Davud Həşimov kompüter mühəndisliyi üzrə toplu 100 universitetdən qəbul aldı. Davud kimi gənclərimizlə qürur duyur, gələcəyimizi gücləndirməyə davam edirik. Çünki güc təhsildədir.